Sumqayıt şəhər 65 saylı Körpələr evi uşaq bağçasında keçirilən açıq dərs ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Bağçanın gənc müəlliməsi Nuray Muradova körpələrlə birlikdə media nümayəndələri və ekspertlər qarşısında vətən mövzusunda açıq dərs təqdim edib. Dərs zamanı azyaşlılara vətənə sevgi, milli dəyərlərə hörmət, bayraq və dövlət rəmzlərinə bağlılıq kimi mühüm anlayışlar sadə və anlaşıqlı formada aşılanıb. Tədbirdə uşaqların fəallığı, mövzuya marağı və müəllimənin pedaqoji yanaşması iştirakçılar tərəfindən təqdirə layiq hal kimi qiymətləndirilib. Xüsusilə erkən yaş dövründən milli mənəvi dəyərlərin öyrədilməsi və uşaqlarda vətənpərvərlik ruhunun formalaşdırılması alqışlarla qarşılanıb. Şöyle ikinci hareketimiz. Yine ben size göstereceğim. Sonra müzik sadalar altında devam edeceğiz. Eğleşin inşallah. Size verilen vaxt ərzində var. Herkes yakasındaki nişana uygun olarak komandalara geçsin. Buyurun inşallah. Aferin, aferin. Xarı Bülbül Azərbaycanda 2-ci Qarabağ müharibəsində canından keçən şəhidlərimizin xatirəsini rəmzi olaraq qəbul edilmişdir. 30 il idi ki, Xarı Bülbülün gözləri yol çəkirdi. Nəhayət, xain qansız düşmən məhv edildi və Xarı Bülbülün ətri Şuşa dağlarının arasında kiçik bir səhnəciyə tamaşa edək. Doğma yurdum, isti odağım, elim, obam, Xarı bülbüller, boynunuzun ne? Xarı bülbüller, boynunuzun niye bükmüşsünüz? Həsrət bitti, qovuşduq biz, boynunuzu bükməyin, qalxın artıq. Çektiler kederli yerleri, məhvettiler xain nansız düşməni. 30 ildir yol çəkildi gözlərim, dağı daşı yandırırdı həsrətim, açmayırdı gül qoxulu ləçəyim. Tələbələr üçü də bizdə praktikantlarımız, yəni mənim üçün üçü də əzizdir, amma Nuray mənim üçün tamam başqadır da. Həqiqətən də sən özünü, yəni ucadasan da, yəni mənim üçün zirvə təbrik edirəm, çox sağ olun. Günay müəllimənin ürəyi burada, amma özü biraz üzürlü səbəbdən iştirak edə bilmir, biraz üzürlüsə, yəni onun da arzuları elə biləm ki, məndən daha da yəni çox ola bilər. Ürəkdən təbrik edirəm. Möhtəşəm. Heç bir, yəni ola bilər, səhvsiz insan yoxdur, amma yəni mən elə bir şey görmədim. Mən yəni heç bir söz deyə bilmərəm. Ancaq gözəl sözlər deyə bilərəm. Mən də təbrik edirəm Nuray, həqiqətən də çox xoşuma gəldi, uğurların bol olsun. İnşallah buradan öyrəndiyim bütün təcrübələri gələcəkdə sevdiyim bağçaların birində müəllimə olaraq davam etdirəsən. Sağ-salamatçılıqla, yəni necə deyərlər, uğurlu yolun olsun, arzularda çatasan. Həqiqətən də çox gözəl. Vətən mövzusu elə bir mövzudur ki, o hər bir vətəndaşın yəni qəlbindən keçən bir mövzudur. Sən də bu mövzuya müraciət etdiyi üçün ayrıca təşəkkür. Uğurlar, çox sağ ol. Çox sağ olun. Səmər xanıma da xüsusi təşəkkür edirik. Sənə istiqamət verdiyi üçün, öyrətdiyi üçün var olsun. Mən elə bildim ki, Səmər müəllimə
yəni öz məşğələsi. Yəni bax həqiqətən mən Təhsil üzrə mütəxəssis, Təhsil Media xəbər portalı baş redaktoru olaraq siz nə deyə bilərsiniz? Valideyn kimi dərdə fikir bildirmək. Bir jurnalist olaraq bundan fikir öyrənmək istəyirəm. Sizi təbrik edirəm. Çox sağ ol ki, Nuray qızım, yəni mənim bütün ümidlərimi, etimadlarımı hamısını doğrultdun qızım. Yəni o işdə yəni səhvsiz iş yoxdur. Əsas odur ki, kobud səhvlərə yol verməyək qızım. Yəni bu uşaqlarla işləyirik biz. Yəni orada elə bir səhv yoxdur. Yəni həyəcan hər bir işdə olur qızım. Neçə ilin müəllimləri, 10 il, 15 ilin müəllimləri gəlib açıq məşğələ verəndə həmin həyəcanı yaşayırlar qızım. Şükür Allaha ki, sən bu çəkdiyin vəziyyəti yerdə qoymadın qızım. Çox sağ ol. Yox, siz yoxsunuz.